O Chip Hiss'dən Hiss iki qardaşdır. Əsas Chip Hiss'dir. Onun bir kitabı var, Dəyişim, Change. O kitaba bir neçə dəfə istinad eləmişəm, təlim də keçmişəm o kitabdan. 3 saatlıq bir təlimdir, YouTube'da da var kanalımda. Orada deyir ki, dəyişimin şərtlərindən biri də göstərməkdir. Deyir, bir işçi, məsul rəhbər şəxs təyin oldu, şirkətin maliyyə məsələlərini araşdırsın. Bir gördüm ki, şirkətdə neçə min işçi çalışır. Bunlar əlcək alırlar bir şirkətdən. O əlcəyin qiyməti $17'dır. Tam buna oxşar, keyfiyyətdə də bundan aşağı olmayan başqa bir əlcək var. $4 məsələn. İndi o dollar rəqəm yadındadır. Xeyli aşağı. Deyir, mən bunu gedib şirkətin rəhbərinə desəm, deməklə qəbul etməyəcəkdir. Deyir, nə elədim? Bir böyük otaqda aldım bu ucuz əlcəklərdən və bahalı əlcəyi də aldım, gətirdim yan-yana qoydum. Tək əlcək deyildi. Burada başqa vasitələr də vardı hamısı. Ki, şirkət ildə filan milyon rəqəm israfa gedir şirkətin cibindən. Rəhbərin də xəbəri yoxdur. Bu psixoloqdur bu adam. Şirkətə təyin ediblər ki, gəlsin, həm də maliyyə məsələlərinə qənaəti. Bir düzdüm hamısını masa üzərinə, gəldim, əyani dəvət elədim. Yəni, baxın, bu əlcəklə bu əlcəyin keyfiyyətində elə fərq yoxdur. Amma bu $17'dır, bu ondan 4 dəfə ucuzdur. Rəqəmlərlə vurdum, yanlarında göstərdim. Bax, bu qədər ildə şirkət ziyan edir təkcə əlcəkdən. Başqa vasitələri də göstərdim. Ondan sonra qərar verdilər. Göstər, əyanı göstər. Dəyişimin əsas, vərdişin dəyişimin əsas göstər.